Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accel feracahum. Bugün 19 dekabr 2025-ci il Azərbaycan neft şirkəti olan SOCAR vasitəsilə Ermənistana neft məhsulları göndərilir. Təqribən 22 vaqonda 1220 ton AI-95 markalı yanacaq Ermənistana, Gürcüstan vasitəsilə Ermənistana göndəriləcəyini artıq SOCAR rəsmən elan elədi. Bu deməkdir ki, Azərbaycan neftindən Ermənistanda yararlanmağa, açıq şəkildə yararlanmağa başlayır. 2020-ci ildə 44 günlük məlum, məşhur Ermənistan deməli Qarabağda gedən o savaş ərəfəsində o səbəbi savaşın başlama səbəblərindən biri kimi və Ermənistan tərəfinin o qədər də müqavimət, daha doğrusu göstərməməsinin əsas səbəblərindən biri kimi mən qeyd etmişdim ki, Ermənistan Azərbaycan neftindən açıq şəkildə faydalanmaq üçün indiki mövqeyini sərgiləyir. Əslində biz zaman-zaman mediada müxtəlif şəxslərin dilindən eşidirdik ki, Ermənistana Azərbaycan iqtisadi yardım edir, neft və digər məhsulların Gürcüstan üzərindən çatdırılması ilə bağlı qeyri-rəsmi məlumatlar var idi. Və Azərbaycan-Ermənistan münasibətlərində, hökumətlər arası münasibətlərində xalqdan gizlədilmiş bəzi məqamlara deməli mediada biz rast gəlirdik. İndi isə bu artıq açıq şəkildə Azərbaycan dostluq məsələsini, sülh məsələsini qoyub ortaya və əməkdaşlıqla etməyə başlayıb. Artıq Azərbaycan neftini Ermənistana ixrac edir. Əlbəttə ki, biz deməli bu fikirdə olmuşuq ki, qonşuluq siyasəti yürütmək lazımdır və Ermənistan Azərbaycandan qonşudur. Heç biri oradan köçən deyil. Ona görə də bir loyal, bir uyğun siyasət yürütmək lazımdır. Bizim etiraz etdiyimiz məqamlar əsasən iki istiqamətdədir. Birinci istiqamət bundan ibarətdir ki, birinci Qarabağ savaşını mən hələ qoyuram qırağa. İkinci Qarabağ savaşında mən bu fikirdəyəm və bu həmişə də bu istiqamətdə bütün Qarabağla bağlı Ermənistan-Azərbaycan münasibətlərində həmişə bu məsələyə toxunmuşam ki, Azərbaycan hakimiyyəti bir deməli heç bir xəsarət vermədən, canlı xəsarətdən söhbət gedir, vermədən torpaqları işğaldan azad eləyə bilərdi. Bu, əlbəttə ki, beynəlxalq güclərin təzyiqində, təsirində olan bir proses idi və sadəcə burada bizim etiraz elədiyimiz məqam Azərbaycan əsgərlərinin təqribən 3000-ə yaxın və yaxud da 3000 civarında Azərbaycan oğullarının şəhid edilməsi və 10.000-dən çox insanın yaralanması, qazi olması bu Azərbaycan geri fondlara vurulmuş çox böyük ziyandır. Məhz Azərbaycan hakimiyyəti tərəfindən bu atıldı. Mən hesab edirəm ki, bu deməli xəsarət olmadan da münasibətləri indiki vəziyyətə gətirib çıxartmaq olardı. Əgər bu xəsarətlər olmasaydı, bu itkilər baş verməsəydi, insan itkisindən söhbət gedir, bu itkilər baş verməsəydi, yenə də bu vəziyyətə gəlib çata bilərdilər, münasibətlər bu vəziyyətə qaldırıla bilərdi və eyni zamanda o halda bəli Azərbaycan hökumətini alqışlamaq olardı və demək olardı ki, bir dənə itki vermədən deməli torpaqlar azad oldu işğaldan və münasibətlər bu səviyyəyə gəldi, çatdı. Bu vəziyyətdə biz bunu təqdir eləyə bilərdik, deyə bilərdi və eyni zamanda hakimiyyət xalqın tərəfindədir və xalqını müdafiə edir, xalqını düşünür məsələsini də ortaya qoyardıq. Amma biz bunun heç birini görmədik. Həm
həmən günlərdə, yəni o 44 günlük savaşdan söhbət gedir. O dövrdə itkilər, insan itkiləri, şəhidlərin gəlməsi və o şəhidlərin də demək olar ki, mütləq əksəriyyətinin imkansız ailələrdə, kasıb ailələrdə, kiçik daxmalarda böyüyən deməli insanlar idi, gənclər idi. Bu məsələ deməli həm bu məsələni nəzərdə tutmaq olar, həm də ki, qazilərlə bağlı və eyni zamanda müharibədən sonraki dönəmlərdə qazilərə və şəhid ailələrinə hökumətin münasibətinin biz açıq şəkildə görürük və bizə deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti heç bir halda xalqı düşünən hakimiyyət deyil və birmənalı olaraq Azərbaycan hakimiyyətinin əsas düşməni, əsas hədəfi xalqdır düşməni, hədəfi də xalqı sıradan çıxartmaq və xalqı hər gün zəiflətməyə cəhd etməkdir. Birinci bizim etiraz etdiyimiz və razılaşmadığımız məqam bundan ibarətdir. Azərbaycan əhalisi, xalq da bu məsələdə ayıq olmalıdır və bilməlidir ki, bugün Azərbaycana rəhbərlik eləyən qrup, bunlar deməli mən komanda, hakimiyyət demirəm, birmənalı olaraq bir qrup Azərbaycan xalqının əleyhinə fəaliyyət göstərirlər. Nəinki Azərbaycan xalqının yanındadırlar. İkinci məqam, çox ciddi məqamlardan biri bundan ibarətdir ki, Azərbaycan hakimiyyəti həmişə bu günə qədər bizə təqdim edib ki, xarici siyasətini Ermənistan-Azərbaycan münasibətləri müstəvisində təqdim edir və bu məsələdən irəli gələrək İran-Azərbaycan münasibətlərini həmişə düşmən mövqeyinə gətirib çıxardır məhz bu addımla. Ki, İran Ermənistana yardım edir, İran Ermənistana neft verir, İran Ermənistana silah verir və s. Əlbəttə ki, İran-Ermənistan iki qonşu dövlət arasında müəyyən əməkdaşlıq mövcuddur. Bunu heç kim inkar eləyə bilməz. Amma Azərbaycan hakimiyyətinin iddiaları, orada silah, hərbi ləvazimatlar və s.dən söhbət gedir. Bunlar heç bir halda öz əksini tapmayıb. Bunlar artıq Azərbaycan xalqı, daha doğrusu hakimiyyətinin, bu hakimiyyətin başında oturan bir qrup insanın böhtan atmasıdır. Yəni və yaxud da elə açıq şəkildə böhtan və xalqı aldatmaq üçün deməli etdiyi manevrlərdir. Yalan, böhtandan ibarət olan manevrlərdir. Baxın, artıq indi hər şey, bütün pərdələr götürülüb, hər şey göz qabağındadır. İnsanlar özləri bu məsələdə özləri qərar verməlidirlər, əgər qərar verə bilirlərsə. Bu günə qədər Azərbaycan hakimiyyəti İranla ona görə düşmənçilik mövqeyinə gəlib çatmışdı ki, deyirdi, İran Ermənistana yardım edir, İran Ermənistana kömək edir, biz isə Ermənistandan düşmən mövqeyindəyik. Amma indi deməli, ən azı biz keçmişi, düzdür, keçmiş heç vaxt unudulmur, amma keçmişi mən istəmirəm ki, təzədən o keçmişdə qalaq. Fərz eləyək ki, deməli, İran, Ermənistan, Azərbaycan münasibətləri düzəldi. Ermənistan, Azərbaycan neftindən yararlanacaq. Çünki Cənubi Qafqazda bu üç ölkə, Azərbaycan, Gürcüstan və Ermənistan, Azərbaycan neft ölkəsidirsə, Gürcüstan və Ermənistan da Azərbaycanın yedəyində getməlidir. Bütün deməli, bu neftdən təkcə Azərbaycandan yox, Gürcüstan və Ermənistan da yararlanmalıdır. Bu, beynəlxalq aləmin, beynəlxalq ictimaiyyətin, Azərbaycan, xüsusən qərb ictimaiyyətinin, Azərbaycan hökumətinin qarşısına qoyduğu tələblərdən biridir. Bundan heç bir halda qaçınmaq olmaz. Gürcüstan bu vaxta qədər açıq şəkildə yararlanırdı. Ermənistan da gizli formada yararlanırdı. İndi isə Ermənistan da artıq açıq formada yararlanır. Biz bunu başa düşməliyik və bu məsələyə görə artıq biz kiminləsə düşmənçilik etmək və kiminləsə düşmənçilik aparmaq, bu ən azı ağılsız bir davranışdır. Olur da məsələn bir neçə həyatda təcrübədə də olur. Məsələn, iki nəfər bir-biri ilə münasibəti kəskinləşir, üçüncü adamı da ora müdaxilə eləyirlər. Onlardan biri deyirsən, məsələn, mən filan kəslə düşmənəm, sən də ondan düşmən olmalısan. Sonra bir müddətdən sonra o savaşanlar olur dost, o üçüncü adam qalır kənarda. Bax, indi həmən bir situasiya yaranıb təqribən, həmən bir vəziyyətdir. Bu günə qədər İranın əsas, İran-Azərbaycan məsələlərində düşmənçilik səviyyəsinə gəlib çatmaq üçün əsas səbəb göstərilirdi Ermənistan-İran münasibətləri. İndi Azərbaycan-Ermənistan münasibətləri əgər düzəlibsə,
əgər dostluqdan söhbət gedirsə, biz hələ bu şəhidlərin qanından, ondan sonra qazilərin o ağrı acılarından, onların vəziyyətindən, bunlar hamısı qoyuruq qırağa. Fərz elə biz bunların hamısına göz yumduq ki, yummamalıyıq və bu eyni zamanda onu da deyim ki, bu proseslər sadəcə hökumətlər arası görüntülərdir. Azərbaycan və erməni xalqları arasında münasibətlərin istiləşməsi və dostlaşması bəlkə də illər, uzun illər çəkən bir prosesdir. Ən azı bir neçə nəslin deməli aradan gedəndən sonra bu proses dostluq, səmimi dostluq münasibətləri qurula bilər. Biz aydın başa düşürük ki, indiki vəziyyət bu şəxsən Azərbaycan hakimiyyətinin və Azərbaycan daha doğrusu hakimiyyətinin başında duran bir qrup insanın deməli mövqeyidir. Bu Azərbaycan xalqının və yaxud da erməni xalqının əsas mövqeyi deyil. Mənim demək istədiyim məsələ odur ki, daha doğrusu bu mövzuda, bu SOCAR-ın neft məsələsində, Ermənistana neft ixracının məsələsində əsas önə çəkmək istədiyim mövzulardan biri şəhidlər məsələsidir, qazilər məsələsidir. İkincisi də İran, Ermənistan, Azərbaycan bu üçlüyün münasibətlər məsələsidir ki, mən ümid edirəm ki, bundan sonra artıq Azərbaycan tərəfindən İran deməli Ermənistanla dostluqda və yaxud da hər hansı əməkdaşlıqda ona yardım etməkdə və s. məsələlərdə ittiham olunmayacaq, İran düşmən göstərilməyəcək və bundan da irəli gələn məsələ ondan ibarətdir ki, bilirik biz bugün Azərbaycanda demək olar ki, mən bunu qətiyyətlə deyirəm ki, dünyanın ən birinci ölkəsidir ki, deməli ən çox siyasi məhbusu var, vicdan məhbusu var. Dünyanın heç bir ölkəsində bu qədər siyasi və vicdan məhbusu yoxdur. Bu Azərbaycan bu məsələdə də rekord qırıb, rekordu təzələyib və bu insanların əksəriyyəti də, xüsusən dindarların əksəriyyəti də İranla münasibətə görə həbs olunublar. Mən açıq şəkildə Şeyx Sərdarın deməli öz bəyanatı var ki, Şeyx Sərdar özü məhkəmədə də açıq şəkildə bildirmişdi ki, mən heç bir ifadə verməyəcəm, heç bir mənə qarşı olan ittihamların heç birini qəbul etmirəm. Mən sadəcə İran-Azərbaycan münasibətlərinin qurbanıyam. Bu ifadəni işlətmişdi. Ondan sonra Şeyx Əli Behişti var, o da böyük ruhanilərimizdən, Azərbaycan böyük ruhanilərindən biridir. Onun da evində İranın deməli hava biletindən, təyyarə biletindən bir dənə tapıldığına görə ona 15 il azadlıqdan məhrum ediblər və bunlar nümunə kimi mən qeyd etdim. Ancaq məsələn Məşədə gedən, ondan sonra İrana ziyarətə gedən və s. şəxslər yüzlərlə göstərmək olar ki, onlar məhz İrana gedib gəldiklərinə görə, ziyarətə getdiklərinə görə və s. və yaxud da İranın hər hansı bir İrana düşmənçilik mövqeyi sərgiləmədiklərinə görə bəhanə eləyib, müxtəlif maddələr qarşılarına, üzərlərinə qoyub, deməli onları həbs ediblər. Demək istəyirəm ki, əgər bu problem aradan qaldırıldısa, əgər Azərbaycan Ermənistan dostlaşdısa, bu zaman artıq bunun nəticəsi olaraq Azərbaycan İranı özünə düşmən seçə bilməz, seçməməlidir və seçə bilməz məntiqən. Əgər məntiq qəbul edirsə, əgər ağıl və sübut, dəlil, fakt qəbul edirsə, artıq İranla düşmənçilik aparmağa heç bir səbəb qalmır. Əgər heç bir səbəb qalmırsa, o zaman İrana görə həbs olunan Azərbaycan vətəndaşları dərhal azad edilməlidir. Biz onda anlayacağıq ki, bəli, Azərbaycan bu məsələdə də səmimidir, öz xalqına qarşı səmimidir və s. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.